Kol Dünya adı 92-ci ildə yaranıb. Necə oldu bu? Günəş doğdu. Yeniliklər siyasətdən başlayır. Məncə bu böyük bir illüziyadır. Azərbaycana rock musiqi lazım deyil. Niyə bu davam etmədi? Qara Qarayevin simfonik konsertləri kimə lazımdır o? Rock bir güzgü kimi reaksiya verir. Güzgü tez sındı belə çıxır. Mən öz işimi eləmişəm. Məşhurluq gətirdi sizə. Qazanc gətirdi. İnsanlar qulaq asırlar, şirkətlər pul qazanırlar. Bitdi məsələ. Musiqi olmasaydı, həyatınız hansı istiqamətdə gedərdi? Evet. Moskvada bir bazar var, Dragomilovskiy rынок. Orada pomidor satarım. Hörmətli Oxu Az oxucuları və izləyiciləri, bugünkü video müsahibəmizin çox maraqlı bir qonağı var. 1980-ci illərin sonunda Azərbaycanda rock qrupları yaranmışdı və bu rock qruplarından ən məşhur olanlardan biri də Kol Dünya rock qrupu idi. Bu qrupun yaradıcılarından və vokalçılarından biri olan Teymur Nadir bugün bizim qonağımızdır. Bir baxış ilk səs, sənə aid ilk səs məni oyandırır. Mənim ürəyimdən işartını yandırır. Siz Kol Dünya rock qrupunun yaradıcısı olmusunuz və eyni zamanda vokalçısı olmusunuz. Necə yarandı? Niyə belə bir fikrə gəldiniz? Çox maraqlı vaxtlardılar. Yəni bu söhbət zamanədən gedirdi. Və əlbəttə ki, nəinki zamanədən söhbət musiqidən də gedirdi. Çünki mən uşaqlıqdan musiqiyə meyl göstərmişdim. Mən bir cavan oğlan kimi, cavan bir şəxs kimi istəyirdim nəsə öz etiraz səsimi qaldırıb bədii deməli yoluna onu yönəldirim və o vaxt Beatles, Rolling Stones, Led Zeppelin biz həmin qrupların fanatları olmuşduq və istərdik ki, Azərbaycanda nəsə bir buna oxşar bir üslub olsun, amma Azərbaycan dilində və Azərbaycanda da həmin musiqi olsun, amma İngilis dilində yox, Azərbaycan dilində tutalım. Və Azərbaycanlıların üstündə bir rock musiqi yaransın. Düzdür, biz o vaxtda bilmirdik ki, artıq belə bir musiqi var. 70-ci illərdə Azərbaycanda, nəinki 70-ci illərdə, 60-cı illərdə bəzi qruplar olmuşdu Azərbaycandakı rock musiqini ifa edirdilər və 70-ci illərin əvvəlində Eksperiment OK, yəni Oktay Kəzimov eksperimenti olan bir qrup əmələ gəlmişdi. Çox maraqlı və çox dərin bir musiqiyə layiq bir qrup olmuşdu. Ondan sonra çoxlu qruplar əmələ gəlib və onların arasında Rasim Müzəffərlinin Ozan qrupu daha populyar olub 80-cı illərdə. Yəni deməyim odur ki, artıq Azərbaycanda Sovet dövründə olan bir belə Azərbaycan dilində və Azərbaycan musiqi lalların üstündə olan üslub var idi. Biz onu bilmirdik və çox yaxşı ki bilmirdik. Çünki biz onları bilsəydik, bəlkə qrupanın deməli fəaliyyəti birinin içində betərdi, qutarardı. Biz isə düşünürdük ki, Azərbaycan simfonik musiqinin çox böyük bir tarixi var. Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov və s. Onların deməli əsərlərin üstündə bir üslubu yaradaq ki, bu rockla, rock musiqinin ən belə progressiv elementləri ilə üst-üstə gəlsin. Mən o vaxtı artıq musiqiyə, qabaq dedim ki, meyl göstərmişdim və həmçinin də musiqi məktəbinə getmişdim. 5 ildən 79-cu ildə başladım. Hansı alətdə? Fortepiano.
Sonra deməli 85-ci, 86-cı ildə gitaraya getdim və anlayışım var idi. Yəni səs qurumu nədir, qarmoniya nədir, polifoniya nədir, kontrapunkt nədir, onu bilirdim. Və təbii ki, bir musiqi məktəbinin şagirdi kimi Qara Qarayevin əsərləri bilməli idim, tanımalı idim və həmin vaxtlar yaşayırdım bu musiqi ilə, feyziyab olmuşdum. Və istəyirdim ki, belə bir eksperiment edək. Gəlin baxaq, rock musiqi, Azərbaycan simfonik musiqi birləşməsində nə verə bilər? 92-ci ildə başladıq işləməyə və Kol Dünya adı məhz 92-ci ildə yaranıb və 94-cü ildə artıq Seyrbaz mahnısı hazırdır və həmin mahnıda biz bütün Azərbaycan simfonik musiqidə olan deməli qarmoniyalar, böyük bəstəkarların ideyaları biz həmin mahnıya yəni salmışıq və məncə pis alınmayıb. Düzdür, bu birinci eksperiment olarkən çox uğurlu bir eksperiment alınıb. Deyirlər, birinci eksperiment belə də yaxşı alınmamalıdır. Amma bizdə alındı və nəinki alındı, xaricdə də bu səsləndi, dərk elədik ki, bu bizim yolumuzdur. Biz gərək Azərbaycan musiqini məhz bu yolla nümayiş etdirək. Bilmirəm nə qədər bu uğurlu yol olub, amma məncə bu özəl yol olub. Ən əsas odur ki, özəldir. Britaniya radio stansiyası olan BBC-də ilk 10-luqda 2 həftədən çox 7-ci yerdə qalıb bu trek. Position number 7 has been firmly taken over the week by the band Kol Dünya. This is a band from Azerbaijan, the country that has recently been a part of a huge monster called USSR. These guys have tons of oil in their homeland and a lot of self-made rock and roll. I would like to thank the Caucasian BBC branch for telling us about them. So, this is Kol Dünya with their song Seherbaz, which means magician. Necə getdi çıxdı ora? Yəni o dövrdə internet də bugünkü kimi deyildi. Yəqin ki, əlaqələr də belə deyildi. Ümumiyyətlə necə oldu bu Günəş doğdu? Və Azərbaycan dilində əsas məsələ. İş arasındadır ki, o vaxtı bilmirəm indi nətər orada vəziyyət, amma onu bilirəm ki, o vaxtı BBC-də bir Top 10 adlı onluq olmuşdu. Yəni ingilis dilində olmayan bir mahnılar və həmin deməli Top 10-in iştirakçıları kimi demək olar? Rammstein, Mylène Farmer, bəzi fransız və Holland qrupları, yəni ingilis dilində oxumayan qruplar orada bir Top 10-də öz mahnıları nümayiş etdirdilər. Biz isə ora çox maraqlı bir məsələ olub. 96-cı ilin may ayında Bakıya İrlandiyanın bir qrupu gəlib, Pure adlı bir qrup. Onların deməli meneceri Dougie Douglas adlı bir şəxs, musiqili prodüser və menecer və mən onlarla tanış oldum, danışdım, elədim, öz zapislərimi verdim. Düzdür, bir balaca musiqidən danışdım. Biz kimik, biz nə etmək istəyirik və niyə görə məhz bu yolla gedirik və ayrıca dedim ki, bu ingilis dilində olmamalı, çünki bu şərtimizdir. Niyə də başa saldım? Çünki biz Azərbaycanlıyıq, yəni Azərbaycan cavan bir ölkə kimi, cavan bir respublika kimi öz rock üslubda olan qrupalarını məhz Azərbaycan dilində seçib dünyaya göstərməlidir. Düzdür, əksəriyyət bəlkə bunu qəbul edəməyəcək, amma biz əslində Azərbaycanlıyıq. Biz öz mədəniyyətimizi hər olan əlimizdə imkanlarla
dünyaya göstərməliyik. Bunlar Bakıda olarkən o həmin kaseti qulaq asdı və mənə qayıdıb dedi ki, bu çox maraqlı bir musiqidir və bizdə elə şey olmayıb, çox maraqlı bir forma, mahnının forması var. Daha sonat formasına aiddir, nəinki adi pop musiqiyə. Mən mütləq bunu göstərərəm. Londonda həmçinin Bakıda Famil İsmailov adlı bir jurnalist olub. Həmin yazı onun əlinə düşdü. O da bir BBC əməkdaşı kimi və bir Azərbaycanlı kimi bu yazını Londonda göstərib. Və ondan sonra məsələ aydındır, bəllidir. Yəni əgər musiqi maraqlıdırsa, onda onun yolu açılır. Belə olub. Məşhurluq gətirdi sizə. Qazanc gətirdi. Provokativ sualdır. Çox provokativ sualdır. Siz cavabını bilirsiniz. Gəlin bu məsələyə biraz dələm. Bilmirəm, amma aydın məsələdir. Biz 90-cı illərdən danışırıq. Yox. niyə qrupun adı məhz Kol Dünya? İş arasındadır ki, söhbət mədəniyyətlərin birləşməsindən gedir. Həm Asiyanın və həm Avropanın mədəniyyətləri Azərbaycanda mövcuddur. Uzeyr bəy, Qara Qarayev, həmçinin Alim Qasımov, ya da Rubabə Muradova, ya da Xan Şuşinski. Kult sözü Avropanın şuurunu nümayiş etdirmək qabiliyyəti verən bir söz olmalı idi. Yəni kult çox belə soyuqqanlı və praqmatik insanlar, o insanlar ki Avropada yaşayırlar. Yəni mən uzun müddət Avropada yaşayarkən düşündüm ki, mən vaxtilə cavanlıqda düz söz seçdim. Çox soyuqqanlı və çox praqmatik insandır. Biz hamımız bilirik ki, dünya sözü nəinki dünyanı əhatə eləyir. Bu həm də insanların etirazlarını nümayiş etdirən bir sözdür. Bu iki sözün birləşməsi Avropanın və Asiyanın mədəniyyətlərin birləşməsi bir simvol olmuşdur. Bu bizim fikrimizcə. Həmçinin də üçüncü məna Rusiyanın Koldunya sözü. Amma mən deməzdim ki, bu əsas məna. Nəinki əsas. Nəinki 3-cü dərəcəli məna, bəlkə 15-ci dərəcəli məna. Yəqin ki, başa düşürsünüz, biz Sovet dövründə böyüyən bir uşaqlarıq və biz rus dilli uşaqlarıq və söhbət ondan gedirdi ki, biz bu sözlərin oyunda bir özəl bir sözü əmələ gətiririk ki, tamamilə başqa bir mənanı daşıyan bir sözdür. Həm musiqi cəhətdən, həm məna cəhətdən, həm də ki, mədəniyyət cəhətdən. 2010-cu ildə Kəpənək yazdınız və solo ifa etmək qərarını verdiniz. Yox. Bu bir mahnı ilə solo fəaliyyətini başlamırlar. Mən düzdür, siz tamamilə düz söylədiniz ki, mən bir cəhd göstərdim ki, solo fəaliyyətimə başlayım və bu Kəpənəkdən əlavə bir dənə mahnı var idi. Bir anlıq uçuş adlı mahnı Rasim Müzəffərlinin sözlərinə yazılan bir mahnı. Yəni dostum Rasim Müzəffərli çox gözəl bir sözlər yazıb və mən həmin sözlərinə mahnı yazdım və həmin mahnıya klip də çəkilib. Bununla da məsələ bitdi. Yəni biz qabağa getmədik, çünki mən fikirləşdim ki, Kol Dünya kimi qrup çox qadirdir, deyən ki, Teymur Nadirin bir solo albomu. Yəni sözüm nədən ibarətdir? Mən istərdim ki, bu qrupanın daha bir yeni albom çıxsın, nəinki Teymur Nadirin bir solo albomu. Çünki məncə insanlar Teymur Nadiri gözləmirlər. Onu mən sizə 100% deyirəm. Mən əminəm ki, insanlar əgər nəyisə gözləyirlərsə, Kol Dünyanı gözləyirlər. Məni yox. Mən Kol Dünyanın balaca bir hissəsiyəm. Teymur müəllim, Kol Dünya yuxu qrupu var idi, yaranmışdır o. Var idi və var olacaq. Olacaq. Amma sizcə bax 80-ci illərin axırı, 90-cı illərin əvvəlində bir rock sevgisi yaranmışdı. İntibah dövrü hətta adlandırırlar. Niyə dağıldı? Niyə
çökdü sizcə? Niyə davam eləyə bilmədik? Mədəniyyətdə yeniliklər siyasətdən başlayır. Mən istəməzdim çox dərinə toxunum, amma əslində rock musiqinin əsas funksiyası cəmiyyətdə. Yəni mənim üçün bu məsələ işləmir. Çünki mənim üçün musiqiçi olaraq qalmalıdır. Baxmayaraq ki, sən rockçusan, xalq musiqiçisən, akademist musiqiçisən sən. Amma rock musiqiyə baxanda 89-cu ildən söhbət gedir. Qızıl Payız və bilmirəm o qədər rock festivalları keçiriblər. Rock klub, Bakıda rock klub var idi. Yəni insanlar cəmiyyətin içində nəsə özləri dəyişdirmək istəyirlər. Və rock ona da bir güzgü kimi reaksiya verir. Amma tez sındı da onda belə çıxır. Necə? Güzgü tez sındı belə çıxır. Bu güzgü belə də bir günlük güzgüdür də. Çünki bu güzgüyə ancaq bir gün baxmaq olar ya da 2 gün maksimum. Yəni məncə bu böyük bir illüziyadır. Rock musiqi hal-hazırda və Azərbaycan cəmiyyəti üçün məhz əgər biz Azərbaycanı götürürsə, bütövlükdə yox, məhz Azərbaycanı. Rock musiqi 21-ci əsrdə ancaq müasir mədəniyyətin bir hissəsidir. Heç bir etiraz səsinə malik olmayan bir mədəniyyətdir. Çünki artıq bu vaxtlar keçib. Bu artıq pop musiqiyə aid bir üslubdur. İnsanlar qulaq asırlar, şirkətlər pul qazanırlar. Bitdi məsələ. 2004-cü ildə Azərbaycanı tərk etmək qərarına gəldi. Siz alimdən söhbət aparırsınız yoxsa? Yox, ümumiyyətlə Azərbaycandan getdiniz. Bəli, olub belə şey, olub. Və bugünə kimi də Azərbaycanda deyilsiniz. Mən tez-tez gəlirəm, bir qonaq kimi gəlirəm. Azərbaycan vətənimdir. Amma sərbəst və azad insan üçün bütün dünya vətəndir. Bu bir və sənət adamı üçün sərhəd olmamalıdır. Küsüb getdiniz? Yox. Mənim canımda küsmə məsələsi yoxdur. Bu haqda mən çox xoşbəxt bir insanam. Məndə küsmə məsələsi yoxdur. Məndə bağışlamaq tərzi daha böyükdür, nəinki küsmək. Məncə bu normal bir reaksiyadır və daxili siyasətdir. Sizin albomlarınız, yəni musiqilərinizin içində mən baxdım, deyim ki, rock sevənəm. Yalan danışmıram. Mən də rock sevən deyiləm. Qeyri-səmimi olmaq istəmirəm. Sadəcə baxdım, Alim Qasımovla treklərinizi gördüm. Trekləriniz yox, bizim albomumuz çıxıb. Rəsmi albomumuz çıxıb və o albom 14 ya da 15 ölkədə böyük bir tirajla satılıb. Fransadan tutmuş, Norveçə qədər. Düzdür, indi satılmır, amma belə bir məsələ olub. Sadəcə maraqlıdır ki, niyə bu davam etmədi? Bu uğur qırıldı. Düzdür, dediniz cəmiyyət bunu istəyir, bunu başa düşdük. Amma musiqinin sahəsi kimi də, məsələn... Əzizə xanım, bu Azərbaycana lazım deyil. Mən onu dərk elədim qürbətdə olarkən. Yəni, mən düşünürəm ki, Azərbaycana ümumiyyətlə, mən demirəm ki, bu pisdir, bu əladır. Azərbaycana rock musiqi lazım deyil. Səbəb? Çünki bizim psixotipimiz başqa psixotip, nəinki muğam, cazı da Azərbaycanda sevirlər. Bizdə o deyirlər gen kodu. O gen kodunun içində bizdə etiraz yoxdur və olmamalıdır. Bu siyasətdən, tarixdən gəlir. Yəni rock musiqi həm sərt və həm mürəkkəb və qəliz bir üslub olarkən o tutalım, söhbət heç rockdan da getmir. Qara Qarayevin simfonik konsertləri, 3-cü skripik konsert, simli konsert. Kimə lazımdır o müasir Azərbaycanda? Kim onu yaşadır? Bu düzdür, musiqiçilər yaşadırlar. Ayda yox, ildə bir dəfə konservatoriyada ya da hardasa bəlkə balaca bir zalarda Şövkət Məmmədov adlı opera studiyasında bəlkə konsert verirlər. Bəlkə də vermirlər, onu bilmirik. Amma Qara Qarayev Azərbaycanın ən parlaq nümayəndələrindən biridir. Mənlə razısınız, yox. Qara Qarayev kimə lazımdır indi hal-hazırda?
cəmiyyət, yəni ahalindən söhbət gedir. Məncə heç kimə təəssüflər olsun. Yox, lazımlıq deyəndə nəyi nəzərdə tutursunuz? Mən Qara Qarayev təbii ki, toylarda ifa olunacaq əsərlər yazılır, amma çox belə kobud müqayisə eləmək lazım deyil. Söhbət nitqdən gedir, söhbət mənadan gedir. Yəni əgər biz deyiriksə Azərbaycanın ən böyük bəstəkarlardan biri Qara Qarayev 7 gözəlin deməli müəllifi kimi ya da İldırımlı yollarla operanın müəllifi kimi Azərbaycanlılara tanınmayan bir şəxsdir. Yəni kütləni mən nəzərdə tuturam. Sual yanar, rock musiqi niyə lazımdır? Bu sualdır, yəni. mən sadəcə razılaşa bilmirəm ki, Qara Qarayev tanımırlar və Qara Qarayevi sevmirlər. Siz tanıyırsınız, mən tanıyıram, uşaqlar tanıyırlar. Yəni gəlin sorğu keçirdək. Yəni söhbət ondan gedir ki, kütlə mədəniyyəti artıq xalqın beynindədir və bu məncə bu prosesi dəyişdirmək olmaz. Fikirlərinizə hörmətlə yanaşıram təbii ki. Hal-hazırda olduğunuz, yaşadığınız regionla, ölkə ilə müqayisə edəndə bir musiqiçi kimi, ya necə deyim, o təfəkkürdə olan insan kimi fərqi nədə görürsüz cəmiyyətdə? Heç nədə. Yəni kütlə psixologiyası hər yerdə. Kütlədir. Ya üstünlük təşkil eləməsi məsələsi. Əksəriyyəti bütün dünyada insanlar İsveçdə, Norveçdə, Almaniyada, İngiltərədə, Amerikada, Litvada, Azərbaycanda insanlar əksəriyyəti xoşbəxtlik istəyirlər. Yəni onlar üçün xoşbəxtlik mən bilmirəm niyə, amma özümə bu suala hələ ki cavab tapmadım. Amma onu görürəm ki, təcrübəm bunu göstərir ki, insanlar gündəlik xoşbəxtlik istəyirlər. Xoşbəxtlik elə şeydir ki, gəl sənin daxilində olsun da. Yəni səndə düzdür, bəlkə ola bilsin ki, pul olmaya, yəni evin olmaya, amma sən xoşbəxtsən. Və həmçində mədəniyyət məsələsi. Yəni əgər biz istəyirik ki, mədəniyyət bizim üçün gündəlik xoşbəxtliyi bizə bəxş eləsin, bu yol məncə yanlış yoldur. Söhbət ondan gedir ki, sən kimsən, sən niyə bu dünyaya gəlmirsən və sənin məqsədin nədir? Sən hara gedirsən? Bax, əsas mövzular və əsas suallar bundan ibarətdir. Kim bu sualları qoyur? Məncə belə insanlar yoxdur xalq-hazırda. Və nəinki Azərbaycan mədəniyyətdə. Ümumiyyətlə, mən uzun müddət xaricdə işləyib, bəli, mən uzun müddət xaricdə işləyərkən UNESCO təşkilatı ilə uzun müddət işlətdim. Parisdə də, Litvada da. Bilirsiniz hansı layihələr lazımdır? Geopolitik cəhətləri göstərən bir layihələr. Ya da belə də xoş əhval rühayəni yaradan bir. Amma bu mədəniyyət deyil. Mədəniyyət axtarış deməkdir. Yəni öz daxilində axtarış eləmək lazımdır. Dərin söhbətdir və çox mürəkkəb bir məsələdir. Amma bu mövzunu qoymaq lazımdır. Kim bu mövzunu qoyur, mən bilmirəm. Yəni kimsə qoymalıdır. Yəni mədəniyyət nümayəndələrindən məncə heç kim qoymur. Gənc yaşınızdan roka marağınız, rok qrupunu yaratmağınız və işinizdə deməli bir etiraz, bir istək, bir arzu və bu gün o rokdan gənclikdə aldığınız enerjini ala bilirsiniz, yoxsa o da sizə yad gəlir? Yox. Yad gəlmir. Mən uşaqlıqdan çox sərbəst və azad insan olmuşdum. Ona görə bəlkə mən həmin üslubla məşğul oldum. Amma mən özümə rokçu deyə bilmərəm. Mən musiqiçiyəm. Mən musiqiçiyəm və mən xoşbəxt insanam ki, mən istədiyim şeylərlə məşğulam. Bu deməli fəaliyyət mənə əsl xoşbəxtliyi bəxş eləyir. O sözsüz. Mən xoşbəxt insanam. Çünki mən bilirəm ki, heç olmasa bir nəfər ki, mahnılarımı eşidib, heç olmasa 5 dəqiqənin içində xoşbəxt olub,
Mən öz işimi eləmişəm. Sizdən başqa ailənizdə həyat yoldaşınız ya övladlarınız məşğul olurmu? Yox. Heç bir. Yox, qardaşım gitarçıdır. Yəni biz qardaşımla Rövşən Oradan kəndində. siz qardaşınızla yaratmışdınız da? Bəli, bu bəli, Rövşən bəli, bəli. bəli. O indi nə edir? O da gedir. hüquqşünasdır, yox. O hüquqşünasdır. Amma əslində mən də indi hal-hazırda özümə musiqi işləyə bilmərəm. Mənim başqa bir təhsillərim də var. Mən iqtisadçıyam. Yəni bəzi fəaliyyətlərim var, şirkətlərim var, işləyirəm. Mən həmişə özümə sənətçi kimi baxırdım. Bilmirəm niyə. Və bu yuxarı başlıq deyil, yəni mən belə özümü dərk eləyirdim. Yaratmaq istəyi var Bəli. Bu gün Teymur Nadir kimdir? Adi bir insan, vətəndaş. Musiqi olmasaydı sizcə həyatınız hansı istiqamətdə gedərdi? Moskvada bir bazar var, Dragomilskiy rынок. Orada pomidor satardı. Bazar adamı olar. Əlbəttə. Niyə? Oxşamıram bəyəm. Niyə elə düşünürsünüz ki, bazar adamı? Onlar xoşbəxt insanlardır. Onların belə bir onların çox az sualları var və suallardan çox cavabları var. Amma sənətçi olmaq başqa şeydir. Sual çoxdur, cavab azdır, amma o cavabı sən tapanacan, sən tamamilə dəyişirsən. Yoldur, böyük bir yoldur və çox maraqlı bir yoldur. Sizin kimi sənətçi ilə söhbət etdiyim üçün çox şadam. Mən də. Hesab edirəm ki, sənətçi ilə söhbət edirəmsə, gərək o bizim üçün nəsə ifa etsin. Ay dədəm vay, siz məni yıxırsınız da. Bir baxış ilk səs, sənə aid ilk səs məni oyandırır. Mənim ürəyimdə işartını yandırır. Bu Irak ulduz sönməyən işıq mənim ürəyimdə. Gözəl sima kimi qaldı mənim yaddaşımda. Heybətli insan sənlə məni qədim keçmişdən